yanvarın 1-dən gəlha gəldi dostlar. Qazandığımız məbləğin bir qədər də artığını vergiyə verəcəyik anladığım qədəri ilə. Düzdür, bu indi mən toyda aparıcılıq filan etmirəm, amma aparıcılıq edən həmkarlarıma da aiddir. Əvvəl 5% ödəyirdi, yanvarın 1-dən isə 8% ödəyəcəklər. Yəni, deyirlər ki, qazanc əldə edirsinizsə, qazancınızdan vergi də verməlisiniz, faiz tutulmaları da olmalıdır. Amma ki, bunu necə qazanırsan, hansı zülümlə qazanırsan, o heç kimi maraqlandırmır. Bu, bağbandan, pinəçidən, çəkməçidən, o nə qazanır ki, hələ onun 5%-ni və yaxud da ki 8%-ni siz yanvarın 1-dən tutacaqsınız. Elə çəkməçi var ki, heç günlərlə ona birisi gətirib çəkmə vermir ki, bunu düzəlt. Və çəkmə də düzəldəndə nədir? 2-3 manatdır da. Dərziyə gedirsən, şalvarın aşağısını da, məsələn, kəstirirsənsə, 2 manat verirsən. Onun qazancı nədir ki, hələ onun bir 8%-ni də versin vergiyə və yaxud da ki, necə. Valla bilmirəm ki, adam heç söz tapmır ki, necə şərh etsin. Amma ki, gerçəkdən də bu dolanışığımız da, yaşayışımız da çətinləşə gedir. Qiymət artımı var, üstə gəldə buradan artıq faizlərin tutulması əmək haqqından. Vallahi ayın axırına heç nə qalmır, billahi ayın axırına heç nə qalmır. Bilmirəm, bəlkə də bu qərarları imzalayanlar, nə bilim, bu tələbləri irəli sürənlərin əmək haqqları yüksək olduqlarına görə onlara hələ 2 ay sonraya da özləri şu məbləğ ata bilirlər. Amma bizdə elə deyil də. Yəni, biz ayın sonuna gücünə çatdırırıq.